Ya Allah. Neyse. Geçsin yaşadıklarım geçti gözümün qabağından, boş verin. Özüm ekrana bakmadım ki əsəblərini oynayasınız. Yaşadıklarım. Boş ver, boş ver. Fazla yaşadıklarım geçti gözümün qabağından. Özümü necə bədbəxt eləməyin. Çok sağ ol. Ben bu mahnıya qulaq asanda döyülüb söyləyməyim yadıma düşür, başqa heç nə. Çırpılmağım, döyülüb söyləyməyim, təhqir olunmağım, çölə atılmağım. Hamısı. Orada mənim həyatıma qədər qadınlar yaşayıb ki, var, mən başa düşür, nə demək istəyirəm. Kişilər var, əsəbləşəndə arvadını döyüb çölə də atır. Uğula da qoyur saatlarla. Çox da. Biri mən, bilirəm, çox qadın yaşayıb onu. Evin içindəki, özün bilirsən, olsa kimə də desən də inanmayacaq. Sən həyatı heç kəs yaşamayınca sənə inanmayacaq. Ona görə də boş ver. Bəzən elə bilirlər ki, elə çöldən elə tutuzduğun kimidir. Amma elə deyil. Bir evin içində yaşayanda görürsən ki, mundar insanlar var. Mən aslı xoşbəxt olan deyiləm. O cəhətdən söhbəti bağlamışam. İstəmirəm də. Gözüm elə qorxub ki, heç kəs də istəmirəm. Belə yaxşıdır. Baxıb peşman olmağın nə faydası var? O rimenlər belə dəyir sənə. Qadını alçaldıcı sözlər. Onlar səndən nifrət. Onlara heç kəs bağışlamaz. Gelip desen aslında boyunlarını alan değiller. Ama Allah hamısını göyden görür. Daha bilmirəm mazoxist idi, nə idi. Fakt beləydi də. Az yaxşı